Mədinəlilər çox namərd cəmaat idi. Ana çağırırdı, cavab vermirdilər. Çox çətin idimi xanım Zəhraya cavab vermək? Kimdən mal istəyirdilər, can istəyirdilər. Vallahi xanım Zəhraya dəstək üçün cana ehtiyac yox idi. Heç kəsin canını alan yox idi ümumiyyətlə. Bir də demək lazımdır ki, bu xanıma zülm eləməyin. Bu sözü demədilər, əsirgədilər. Bu ailəyə kömək eləmək belə çətindir. Ələleyhissalama baxırsan, desə mən bu ağaya necə yardım eləyim? Amma kömək eləmədilər. Əslində bu ailə istəyirdi cəmaata kömək eləsin, onları çağırmaqla. Analar neyinir? Analar xoşlayır ki, çətin işləri balaları üçün asan eləsinlər. Ev tapşırığı veriblər uşağa, ana gəlir, kömək eləyir, uşaq dərsini eləyir. Haradasa deyir ki, mən elədim, ana gizlədir, kömək eləməyin. Deyir, oğlum elədi, düzdür? Oğlu təki 5 qiyməti alsın, düzdür? Çox dəqiq sözlər danışıram, vallahi yəni. Çağırıb bizə kömək eləsin ki, yaxşı qiymət